bugünkü qonağımız çox fərqli olan Nurana xanım. Viktoriya xanım. Məqsəd nədir? Niyə bu yola çıxırıq? Uşaqları xoşbəxt edir. Yararlı olar. Yanaşmalı. Əslində belə baxanda teoretik olaraq biz uşaqlardan hər şeyi bilirik. Onların o inkişaf mərhələləri, onların psixoloji nələri, hər şeyi bilirik teoriyada. Amma praktikada təəssüflər olsun ki, bunu tətbiq edə Sizcə niyə bilmirik? Bax, deyək ki, bu yanaşma üzərindən gedirik də, niyə bilmirik? Çoxluq böyük ehtimal ki, bilməyənlərimizdir, hə? Bilməyənlərimiz deməyim də, doğru yanaşmayanlarımızdır ki, məsələn, qarşı valideyn tərəfi də çox axtarır, amma tapmır. Və qarşı valideyn tərəfi də artıq, necə deyim, çoxluq olaraq narazı valideynlər görür. Biz niyə bu valideynlər narazıdır? Nəyimiz doğru deyil və sizcə niyə doğru deyil? Məsələn, siz demiş, biz teoriyada hər şeyi bilirik. Psixologiyasını, yaşadığına görə məlumat verməmizi, hər şeyi bilirik. Kurikulumu da bilirik, Montessorini də bilirik, hər şeyi bilirik. Bütün üslublardan da xəbərimiz var, bütün təlimlərdən də xəbərimiz var. Yaxşı. Mən bəlkə çox tipik, çox belə banal bir şey deyəcəm, ola bilər. Yəni yeni bir fikir deyil də. Amma mənə görə hər şeyin içində və hər şeyin əvvəlində sevgi durmalıdır. Uşaqlara qarşı sevgi, işini sevməliyik. Və mən həmişə deyirəm, bu mənim yenə də yaralı yerimdir. Məktəbə qədər universitetlərə kimlər qəbul olunur? Hansı ballarla qəbul olunur? Bəli. Və hər şey oradan başlayır. Bəli. Hər şey bu yaxşı fakültədir. Bəli. Uşaqlarla qadınların içində sevir bu işi, sevmir bu işi, yararlıdır bu iş üçün, yoxsa yox. Heç kim onu soruşmur. Və nəticədə olaraq hər zaman deyirəm. Və nəticədə olaraq biz kimləri əldə edirik? Tərbiyəçi müəllim kimi. İnsan hansı ki, bəlkə də o işi sevmir. Bəlkə də hər səhər dur, ay Allah, mən nə vaxt altı bazar olacaq? Hər şey oradan başlayır. Və hər şey deyib gələn insanlar olubdu. Bir gün dərsə gəliblər, ikinci gün zəngiləmişik ki, gecikirsiniz, yoxsa gəlmirsiniz? Mən orada işləyə bilmərəm, onlarla işləmək olmaz. Amma bəzi insanlar heç oradan özünü çıxarda bilmir, çünki onların maddi ehtiyacı var. Rəhbərlik deyənə hər zaman hə deyirlər və məcbur bir şəkildə maddiyyat asılılığı olaraq orada qalmalı olurlar. Deməli, mən bir dəfə bir seminar götürmüşdüm ölkə xaricində. Belə bir şey oldu. Mən hansı kollecdə? Sadəcə bir seminar idi. Deməli, almanlar idi. Mənə dedilər ki, siz neçənci kursunuz? Hələ seçərkən dedilər. Mən dedim ki, mən kursu qutarmışam, mən artıq işdim. Bəs indi gəlirsiniz? Dedim ki, necə yəni? Dedi, çox gec deyil. Dedim, niyə ki? Yəni, mən işin içindəyəm də, mən indi təlimləməliyəm. Dedi, bu elə bir sahədir ki, bunu zamanında bilmək lazımdır ki, siz bu işin içine girmək istəyirsiniz, yoxsa yox? Siz buradakı xaosa hazırsınız, yoxsa yox? Yəni, biz hər yerdən biraz natamam bir şəkildə bu 2-6 yaş üzərində bütün təcrübəli həyatımızı keçiririk. Çox təəssüf. Biz ora seçmirik, düz deyirsiniz. Biz ora hansı aşağı işçi qüvvəsi varsa onu alıb otuzduruq. Mən deyirəm sənə. İndi özündə güc tapan, özünü, yəni onlar keçib, necə ki mən məsəl üçün 3 ildə işlədim bağçada. Mən yenə də dediyim kimi, bəlkə də Azərbaycanın o vaxtı dövlət bağçalı, seçilmiş bağçalardan biri idi. Çünki onlar o vaxtda step-by-step işlətdilər, təlim mərkəzi var idi nəzdində, dövlət bağçası idi. Amma buna baxmayaraq belə, mən 3 ildən sonra məndə burnout oldu. Mən 3 ildən sonra çıxdım. Amma çıxmısınız. Çıxmışam. Özümə o güc tapıb çıxmışam. Bəli, zaten ən vacibi də budur ki, başa düşmək. Amma yenə də düzdür, qayıtdım bağçaya. Amma hazır olanda qayıtmısınız böyük ehtimal ki. Amma dəyişmişsiniz də sisteminizi. Bu çox vacib baxı. Başqa kollektiv, başqa yanaşma. Bu inkişaf eləmişsiniz axı. Artıq bilmişsiniz ki, burada necə yanaşacağım, hansı proqram quracağım. O bizdən müdür edir. İstər valideynlərdən, istər müəllimimiz. Heç vaxt eşitmədim. Amma həmişə eşitmirik. Sizcə? Mən həmişə deyirəm bunu, ona görə bir... Məncə, hər
Nuran xanım düz deyir. Həmişə eşidən məncə elə bir söz, mən səni sevirəm yəqin ki, mən sənə güvənirəm. Sevgi hər şeyin o təməlidir, düzdür. Hər şey sevgidən başlayır. Daha uşağın belə dünyaya gəlməsi belə sevgidən başlayır. Və yəqin ki, hər şeyin başında all we need is love. Mənim fikrim biraz fərqli olacaq. Hə. Məndə başqadır yanaşma. Bu yəqin yenə deyirəm, çıxdığım yoldan irəli gəlir ki, mən bu fikrim başqa olacaqdır. Mənim üçün uşağın ən çox eşitməli olduğu söz alqışlayarkən cəhd etmisən sözünü demək lazımdır. Uşaq heç vaxtı çoxluq olaraq deyim, bizim valideynlər sadəcə alqışlamağı və Viktor Əfəmə qarşı çıxacam hazırda və debatımız elə buradan başlayacaq. Və bizim valideynlər sevgini belə düşünürəm ki, yanlış verirlər. Necə? Deməli, mənə görə bizim bu sistemin içində daha çox valideynə işləyən təbəqə var. Boş alqış yox. Cəhd etmirsən alqışını alqışlayacaqsınız. Nə olur olsun, uşaqlara eşitməli olduqları söz sənə aferin, mən səni gördüm, sən cəhd edirdindir. Ay, nə qəşəng gül güzəllik gətirsən mənə, çox sağ ol falan. Bu yox. Buna görə təşəkkür edilməsin, zəhmət olmasa. Maraqlıdır. Buna görə təşəkkür edilməsin uşaqlara. Çünki o uşaq bilir ki, ona kömək orada nurani edibdir. Bu boş-boşuna hazır olubdur. Və oraya gedərkən gördüyü bir qarşılıq var. Anam zaten mən etmədiyim işi alqışladı. Boş alqışa öyrəşir. Bəs özü köməksiz onu edirsən. Köməksiz nə möhtəşəm. Yox, biz ümumiyyətlə bizim yanaşmamız odur ki, bağçada biz həmişə onu deyirik ki, uşaq özü düzəltməlidir. Əyridir, üyridir, necə kəsir. O onun işidir. Amma valideyn də Ona görə mən bu tərəfdən ne то что razı deyiləm, amma yenə də deyirəm, biz bunu uşaq özü onu düzəldir. Sizcə bizi olaraq nəzər tutmuram zaten. Sadəcə belə bir şey var. Valideynlər cəhd etmisənmi alqışlayırlar, yoxsa sadəcə aferin sənə gətirdiyimi alqışlayırlar? Cəhd et, mən sənə baxırdım, sən möhtəşəm şəkildə cəhd etdin, bunu əldə elədin, alqışlayan yox. Hə? Razısınız? Razıyam. Razıyam. Bunu sən gətirmisən deməklə, yəni mən onu nəzərdə tuturam ki, sən onu cəhd etmirsən, amma siz onu səsləndirirsiniz. Mütləq. Okey. Mütləq. Siz ona fokuslanırsınız məhz bu sözdəki. O valideynə deyir ki, bizim onlarda bir kameramız yoxdur, onlar bizi görmürlər. Amma bir məna olaraq bütün valideynlərə tapşırılan bir şey var. Ayaqqabısını bağladı, aferin sən bağladın, bacardın yox. Aferin cəhd elədin, alındı. Cəhd elədin. Cəhd. Bu mütləqdir. Sabahların hazır məhsulu öyrənmir o uşaq. Yəni, o uşaq bilir ki, həyatının bütün etaplarında özü cəhd eləməlidir. Özü cəhd edib alınacaqdır, cəhd edəcək. Maraqlı. Oldu, çox sağ olun. Siz sağ olun.